Hörmətli dostlar, verilişimiz devam edir. Bax, bu bizim o əzəmətli çınardan qalan yadigar çınardır. Bax, budur. Baxın, ətrafında nələrsə tikilir. Heç kim heç nə bilmir. Bu məhlə isə həmişə Tünzalı xanım, sən bu diblərlə aptekin qabağından evinizə gedirdin. Bu çınara çatanda biraz utancaqlıqla gedirdin ki, yəni insanlar çay sizə tamaşa edirdilər. Sizlər onda cavan, balaca, çəlimsiz, arıq qızlardınız. Bax, bura Qalalı məhəlləsidir. Yadınızda varmı? Yəni, buradan biz qalxırdıq yuxarı. Bura deyərsən, səhv eləmirəmsə, Şişigilin evi idi, Fərəməzgilin evi idi. Bunun yanında Ələskərgilin evi idi, Səltənətgilin evi idi. Oradan Hikmətgilin də yan demək istəyirəm. Oradan biraz yuxarı qalxırdıq. Zenişgilin evi idi. Sonra yan tərəfdə bizim çox hörmətli Cəmiləgilin evi idi, Rızagilin. Oradan biraz yuxarı qalxırdın. Qara Tofiq də Nərgizin oğlu Tofiqgilin evi idi. Biraz yuxarı qalxırdın. Əbəngilin evi idi. Qabaq tərəfdə Səfqulu müəllimgilin evi idi. Hansı ki, o validə deyərsən, səhvən bizlə oxuydu. Sonra Müslüm onu götürüb qaçdı. Müslüm bizlə oxuyurdu, yadınızda var. Atasının da adı Ərəb idi. Onun atası da rəhmətə gedəndə sinifdə hamı ağladı ki, Müslüm də belə bir qəmgin sifəti ilə, yazıq sifəti ilə sinifə girdi. Kök bir oğlan, kök uşaq. Onlar hardisa Daşburunda zadda yaşayırdılar. Onlar Daşburundan gəldilər ora. Buradan isə keçirsən Tünzalə, sən keçirdin. O təpəciyi gördün, onun qabağında polis idarəsi idi. Oradan biraz Xədicəgilin evi idi, bir də keçin Üçbaş Xasargilin evi idi. Bax, bu hasarın qutaracağında isə bura kluba qalxan yoludur. Burada o Yaqub müəllim, Rəsulgil deyildi, şoför Rəsul. Onların evləri idi. Ona görə də yəni mən deyirəm ki, xatırlayasın. Bax, bu da həmin o oradan çəkilmiş zabordur, yəni barıdır. Çəkirlər ki, orada görülməsin. Yəni oradan qalxırdın yuxarı kinoteatra tərəf. Qalxırdın yuxarı, baxın. Bax, bu da indi mən sizə Xan Çınarın ətrafında olan o pilləkənə yaxınlaşacağım. Yəni biz gəlib burada ovcumuzla və yaxud da quruş qasılırdı oradan. Biz çay içirdik. Bax, həmin o yolla mən gəlirəm. Bu çınar o çınar deyil, əzizlərim. Bu çınar o çınarın qalan budaqlarından bir his. Bax, o görürsünüz mü? Qabaqda o da bax, hissələrindən biridir. Bu nə deməkdir? Necə ki, biz getdikcə uşaqlarımız qalır, yaşadırlar bu rayonu. O ağaçlarla tanıyırıq. Belə də tanınır, bax. Bu da sizin həmin o çınarın dibinə pilləkəndən yenib su içdiyimiz məkandır. İndi buradan heç nə yoxdur. Görürsünüz, borularla bunları aparırlar. Heç bilmirsən, hada aparırlar, Allah bilər. Yəni, bax, bu həmin o mən dediyim çınarın ətrafıdır. Bizim hamımızın sevdiyimiz, qürur duyduğumuz o çınardır. Bunu çoxları bəlkə də bilmirlər, nədirlər, nə deyirlər, özləri bilərlər. Mən də belə qayıdıram geri və sizə o avtovağzaldan yenən yolu göstərəcəyim. Və görün necə ora dəyişilibdir. O yol gəlirdi. Burada bu gördüyümüz məkanı görürsünüzmü bu? Bəlkə də bura indi mənə yaxın gəldi. Uşaq vaxtı bizə çox bura uzaq gəlirdi. Yəni bu Səmədoğlu küçəsinin, Nizami küçəsinin ortasında elə bir ki, Abdullahın çayxanası idi. Bax, bu həmin yerlərdir. Baxın diqqətinə, o da bizim təzə şəhərciyimizi görürsünüz, necə əzəmətli görükür. Bəzən deyirlər, insan ölür, ruhları sağ qalır. Yəni ruhları yaşayır, sağ qalardan yaşayır. Bax, Cabral ölsə də yaşayır. Çünki Cabralın adı həmişə tarixdə qalıb. Bura Cabral qəzası deyirlər. Bax, baxın dostlar. Bura yox, bundan biraz qabaq. Bax, o plakat görürsünüz, orada var. Ha. O ağaçları görürsünüz mü? Bax, o yuxarıdan avtovağzaldan gələn
O dişdən biz gəlirdik və orada sağ tərəfində gələndə aşağı düşərkən un vermağıdır. Oradan düşürdük biz aşağı. Elədir mi? Elədir. Baxın o da bizim o Özyer Əhmədlinin dağıdır. Yadınızda var, Hasanlı deyirdilər. Bax, həmin o dağın dibləridir. İndi oraya getmək çox biraz çətindir. Deyirlər, ilanlar da olur. Ancaq mən o gün sonra maşınla gedərkən Allah'a and olsun, kəhliklər qabağımızdan qaçırdılar. Ancaq vurmağa, ov eləməyə icazə vermirlər də. Yəni, hər tərəf baxırsan, gül çiçək, çəmənlik, quşlar, belə pır o böyündən uçur, bu böyün adam belə, elə bilsən ki, bir dənə, elə heylədir də, 30 ildə yaşamayan bir adamların torpağın üstə gəlib yanmısan, sənə heylə gəlir, sənə heylə görüşür ki, bura necə olubdur, nətər olubdur. Oradan biz qalxdıq, Xubiyariyadıq etdik, orada biraz su da içdik. Bax, bu həmin o bizim qalxa bilmədiyimiz, bəzən maşınların, indi oğlanları deyirəm, qızları demirəm, arxasınca sallanıb yuxarı qalxdığımız o Azad müəllimgilin, belə deyək də, biraz müəllimimiz deyin, tanınsın, başqalarının yadından, bax, bu həmin o yoldur. Görürsünüzmü? Bilmirəm, gün gözümə düşür, mən telefonda görə bilmirəm. Elə təxmini əlimi tuturam o tərəflərə. Baxın, bax. Görürsünüz, o təpədən də heç nə yoxdur. Elə oradan çıxırsan, bir də gözün Cəbrayıldəsən. Bax, həmin bu yaldan biz qışda Əhməd bilər, Qurban bilər bir-birimizin arxamızda oturaraq tutub sürüçürdük, qarda gəlirdik. İndi bir balaca elə bir şey, Ziyarət dağı gün çıxdı, açıldı. Qoy görüm onu götürə biləcəmsə, biraz yaxınlaşdırım, görüm yaxınlaşdıra biləcəmsə. Bax, o Ziyarət dağıdır o yuxarıda. Bilmirəm nə qədər görüşmür. Yenə deyirəm də təkrarçı olmasın. Gözümə gün düşürdüyün görə bilmirəm. Bu isə bizim yeni, gözəl, tikilmiş Cəbrayılımızdır. Cəbrayılə biz gələrkən biz çox yüksək səviyyədə qarşıladılar. Heç mən inanmazdım ki, hamı bizi tanıyırmış. Allah sizə can sağlıq versin. Çıxanda bir də evdən uca Cəbrayılə yola düşəndə bir də reportajımızı davam etdirəcəyik. Bura Səmədxurun küçəsidir. Belə gedən küçə Səmədxurun küçəsidir. Sağ olun.